Sabahınız xeyir olsun. 4 aprel 2026-cı il tarixidir. Yaz fəslinin 16-cı günü, Şəvval ayının 16-cı günüdür. Aprel ayının ilk həftəsinin ilk həftə üçün son gün olan, yəni son günlərdən biri olan, istirahət günü olan şənbə günüdür, 6-cı günüdür. Və bu gündə də kimlər işləri arxasınca gedir, kimlər evdə ev işləri ilə məşğul olur, evdarlığı ilə məşğul olur. Hər birinə can sağlığı, iş abadlığı arzulayıram. Hər birimizə bugün gözəl, bol ruzlu bir gün keçirməyimizi, xoş, gözəl, şən bir gün keçirməyimizi arzu edirəm. 4 aprel günündə kimlər təhsili ilə məşğul olurlar, həm evdə, həm eləcə də məktəbdədirlər. Bununla yanaşı həm məktəblilərə, orta ixtisas, ali məktəb tələbələrinə can sağlığı, zehn açıqlığı, iş abadlığı arzulayıram. Hədəflərinə çataraq, bütün deməli, maneələri aşaraq arzularına çatmalarına və həm Azərbaycan Respublikası üçün, həm də bütün dövlət üçün, dünya üçün deməli, yararlı, faydalı kadrlar kimi yetişmələrini arzu edirəm. 4 aprel günündə kimlərin rəhmətə gedəni var. Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. 4 aprel günündə kimlərin xəstələri var. Can sağlığı, şəfa diləyirəm. Bütün qazilərə can sağlığı, şəfa diləyirəm. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhid ailələrini, qazi ailələrini, Azərbaycan ordusunu salamlayıram. Bu həftə sonunun gözəl keçirmələrini arzu edirəm. 4 aprel günündə kimlərin ad günüdür, şad günüdür. Hər birini bu münasibətlə təbrik edir. Can sağlığı, xoşbəxtlik arzularım. 4 aprel günündə də tarixi günlər vardı. Əvvəlcə qeyd edim ki, 4 aprel bacılar günüdür. Bütün bacılar bu münasibətlə təbrik edirəm. Öz bacımı da təbrik edirəm. Və dünyasını dəyişən bacılara Allahdan rəhmət diləyirəm. 4 aprel günündə dedik, tarixi günlər vardı. Bunlardan 4 aprel 1541-ci ildə İqnati Loyola Yezutilər ordeninin generalı seçildiyi gündür. Bununla yanaşı 4 aprel 1581-ci ildə 1-ci Yelizaveta dünya səyahətini başa vuran Francis Drake'ə cəngavər rütbəsi verdiyi gündür. Sonra isə 4 aprel 1814-cü ildə Napoleonun taxtdan əl çəkdiyi gündür. 4 aprel 1866-cı ildə inqilabçı, terrorçu Dmitri Karakazov 2-ci Çar Aleksandra atəş atsa da güllələrin hədəfdən yayındığı gündür. 4 aprel 1949-cu ildə 12 dövlətin iştirakı ilə Şimali Atlantika müqaviləsinin imzalanması ilə NATO yaradıldığı gündür. 4 aprel 1968-ci ildə Amerika hüquq müdafiəçisi Martin Luther King Memphisdə qətlə yetirildiyi gündür. 4 aprel 1992-ci ildə Azərbaycan Respublikası ilə Rusiya arasında diplomatik əlaqələr qurulduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.